Herkese salam. Yeni vlogla gelmişəm. Gecikmişəm bilirəm, amma yenə də ki gəlmişəm. Burada eləyirəm, kent yumurtadan qayğanaq eləyirəm və zavtrak eləyəcəyik. Zavtrakdan sonra, конечно же, hər yeri təmizlədim. Siz elədim, qabları zad yudum, çünki tələsirəm. Bugün biz istəyirik bağa getməyi. Uje çoxdan biz getməmişik və uje yaydır. Bizim sezon açılır. Mən də evi təmizləyirəm. Mən gedəndə ev tərtəmiz olsun. Gələndə də təmiz evə gələk. Stolu bu tərəf eləmişəm. İstəyirəm buranı pilisosluyum. Yaxşıca pilisosluyum. Hər yer dediyim kimi təmiz olsun. Burası da təmizdir. İndi pilisoslayaram. Hər yer təmiz yığışdırdım. Bu yoldaşımın paltarlarıdır. Hansı ki o geyinəcək. Orada mənim futbolkam var. Mən də indi geyinərəm və pilioslayıram. İnanırsın bugün çox iş gördüm, amma hamısını çəkə bilmədim. Niyə? Çünki elə işlər olurdu ki, mən onları tez-tez görməliydim ki, nətər sizə deyim, bağa gedəndə elə şeylər olur ki, mən onları yığmalıyam. Həm uşaqların paltarları, həm öz paltarları, həm də orada yemək dediyim kimi produktu fikirləşməliyəm ki, ora sразу mağazina gitmək olmur, bazara gitmək olmur və biz çoxdan getməmişdik. Ora qışda, biz vəbşə bu il qışda orada qalmamışdıq. Keçən il qalırdıq, bazar günləri gəlirdik, qalırdıq. Amma bu il bizə belə alınmırdı heç vaxt. Ya yoldaşım işdə olurdu, ya uşaqların məktəb olurdu, ya uşaqlar xəstə olurdu, evdən heç bir yerə getmirdik və belə bizdə qalırdıq uje burada, bina evimizdə. Amma burada mən uje sıxılıram da, mən yay olanda uje svoboda istəyirəm, su ilə oynamaq, belə daha çox böyük yerdə iş görməyə rahat olur. İsti olanda mən uje onu nətər deyim, narahat oluram mən. Mən xoşlayıram ki, hər gün su ilə. İnanırsınız, bağa gedəndə yayda paltarları da ellə yuyuram. İndi görəcəksiniz, sizə hər şey çəkəcəm. Hansı ki, orada təmizlik eləyirəm. Nətər orayı təmizlik eləyirik, nətər mən ora yerləşirəm uşaqlarla yayda belə. İnanırsınız, mən səhərdən hazırlaşırdım və elə oldu ki, biz axşam gec çıxdıq evdən. Niyə? Çünki yoldaşımın tez gedəsi yer olmuşdu, o gitmişdi və biz onu gözləyirdik, qaldıq axşama. Axşam indi saat 11-in yarısıdır, biz gidirik. Burada da keçən sizə çəkirəm. Üç bacı deyim də, trikaronu. Bunu çəkirəm sizə, keçən görsənirdi, dedim sizə də çəkeyim. Vəbşə axşam belə görüntüyü çox xoşlayıram, sevirəm bu axşam görüntüsünü. Və biz getdik. Burasını tanıyan varsa biləcək ki, hara gəlmişəm. Bağ evim harda yerləşir, buranı görən, tanıyan biləcək. Bu uşaq səhərdə, axşam gec dediyim kimi gəlmişik və mən getdim yatmağa, çünki səhərdən dünən hazırlaşırdım, yorulmuşdum və səhər tez duranda ilk işim oldu ki, o hansı ki, mən tez bağlara yemək verirəm. Onları çox sevirəm. Onları qonşu vermişdi bizdə, çünki həyatda yaşıllıq çoxdur. Ona görə dedi ki, onlar sizə gətirim. Dedim, hə, gətirin və bura buraxmışdım. İnanırsınız, mən o qədər onlara alışdım. Mən həm xiyar verdim, mən onlara eldən su verdim. Onlar gələndə bizə belə bir təhər dedim ki, çox belə halsız idilər və birinci olan odur ki, mən onlara eldən su verdim. Elə belə nətər deyim, yəni eldən su verdim. Özümə qəşəng bir çay dəmlədim. Çay dəmlədim deyəndə paket yıxdı. Bir çay içib sizə o pirsi tərəfi də göstərərəm. Orada nə gətirdiysəm hamısını oradadır. Hansı ki, evdən gətirmişəm, amma çay öncə çayda da
Səhər tez duranda ən sevdiyim şeylərdən biri də gözləri açanda hələ çaydır. Hava da qəşəngdir, pəncərələri açmışam, belə super hava gəlir, həm də quşların səsləri, bunlar da gətirdiklərimdir. Bunları indi yerbəyer eləməliyəm. Burada hər şey var. Kartoşka, soğan, göyərti, pomidor, xiyar, nə varsa evdə hamısını gətirmişəm. Etlə başlayaraq hər şeyi gətirmişəm. İndi yerbəyer eləyərəm. İstəyirəm ki, eti bir qaba qoyum. Məndə 3 cür deyim də çəkilmiş et var idi. Hamısını gətirmişəm. Niyə? Çünki istəyirəm onları qarışdırım. Çox belə yağlı ət idi. Həm mal əti, həm kuzu. Deyim sizə kuzu bilmirəm, baraşqa, qoyun, kuzu bilmirəm. Elə onlardan hansıdırsa biri. Onun eti idi. İstəyirəm onları qarışdırım. Çünki çox yağlı idi və nəsə hazırlayanda istəyirik belə qəşəng xan kabab eşitmişdim, amma istəyirəm xan skilülə hazırlayım. İndi bilmirəm nə tər alınar. İstəyirdik onu eləyək. Burada tikələrdir. Hamısını nə gətirmişəmsə evdən istəyirəm xaladelnikə qoyum. Niyə? Çünki bugün dedim ya yox bilmirəm. Uşaqlara kabab hazırlamaq istəyirik. Çoxdan hazırlamamışdıq, nə qışda da. Və mən çoxdan istəyirdim manqalda toyu hazırlamaq, belə kabab kimi. İnşallah o da eləyərik onu da. Və bugün hələ buradayıq da, həm təmizlik olacaq, həm kabab hazırlayacağıq və belə. Toyuğu da yumuşam və belə istəyirəm bütöv saxlayaram. Kesməyəcəm. Niyə? Çünki istəyirəm bütöv ya ortadan kəsib, açıb, belə şampurlara keçirib, belə qızardarıq. Ya da bilmirəm kimi, neydi adı, grill kimi eləyərik. Bunu da qoyuram qaba. Qalsın xaladelnikdə, hansı ki manqal yandırsınlar. Belə orada da iş çoxdur və mən də öz işlərə baxaram. Burada mən bilincik hazırlayıram. Məndə sadədir. Burada çox belə qabları yoxdur. Hansı ki məndə o bina evində var. Burada nə varsa hələ onlarla hazırlayaram. Fərq yoxdur. İnşallah yayda gələndə özümlə ya gətirərəm, ya da qismət olsa yeniləri alaram. Uşaq fikirlərim də var. Hansı ki istəyirəm yeni qabları. Qab xəstəsiyəm. Mən vəbşə qab xəstəsiyəm. Belə bu bilirəm üçündür, düyü belə şeylər yuyub sözdürsün deyə, amma mənim üçün fərq yoxdur. Yumurtaya baxıram, bunlar çoxdan xaladelnikdə qalıblar. Fikirləşirdim ki, bəlkə bunlar xarab olublar, amma yox. 3 yumurta əlavə elədim. 1 çimlik mi deyim, şipotka duz. Bir də 2-3 xörək qaşıq şəkər əlavə elədim, qarışdırıram yumurtaları və bura süd tökürəm. Südü nətər eləyirəm? Süd mən quşonqa ilə eləyirəm. Biraz quşonqa atıram qaba və ora isti su eləyirəm, belə qarışdırıram, süd olur. Bura indi biraz da eləyirəm, qataram. Niyə? Çünki məndə uşaqlar bilincik şirin sevirlər. Başqa heç nə qatmayıb yeyirlər. Belə eləyirəm südü. O birisi süd olmayanda belə eləyirəm və qəşəng də bilinciklər alınır. Və bu indi nə qədər tutsa unu, o qədər də un qataram. Всё. Başqa heç nə qatmıram. Razrıxlayıcı, soda belə şeyləri qatmıram. İndi qəşəngcə qarışdırıram və unu əlavə eləyirəm.
Skоворodkaya da biraz yağ koydum. Rastительный yağ. Kızartılmış skоворodkaya belə blincik bu masadan atıram. Xuruş. Xuruş deyim, nətər deyim sizə. Bundan atıram və belə hazırlayıram. Qəşəng blinciklər alınır, bilmirəm nədən, amma məndə уже çoxdan hazırlayıram və blinciklər qəşəng alınır zquşonqadan su diləyəndə. Bu da mənim blinçiklərimdir, уже hazırdır və mən keçirəm qab yumağa. Qabları da, çaşkalar nə varsa hamısını çıxartdım. Domestos biraz domestos əlavə elədim. İstəyirəm onları yum çaşkalardan başlayım. İstər-istəməz elə fikirləşirəm ki, onlar tozdur. Onları istəyirəm yum qəşəngcə çaşkaları və уже nə bilim nə iş əvvəl şey olsa onu eləyərəm. Və gəlsin istirahət. Hamı уже hər şey hazırdır.
Dedim, mən də kuxnanı təmizlədim, qurtarmışdım. Qalan bir şey idi. O da plisosla pol yumağa. Dedim, qalsın. Yemeği yeyib sonra da eləyərəm. Burada məndə Xanski şeydir, lülədir. Bunu birinci dəfə eləyirəm və çox qəşəng alınıb. İnşallah gələn dəfə eləyəndə sizə mütləq çəkərəm nə idi, nə değildi. Burada dediyim kimi 3 cür şey var, et var. Çəkilmiş et, həm qoyun eti, həm də şeyi dana eti, həm də yenə də yağsız, belə heç yağsız quru dana ətidir. Və belə plonkaya belə sarıram. Amma bu super alınmışdı. Sizə çəkməyə inanırsınız fırsatım olmadı. Uşaqlar bunu lavaşın arasında elə qəşəng yeyiblər. İnanılmaz dadlı olmuşdu. Belə bunu belə qızardarıq. Burada uca iş gəlir. İnanırsınız biz stol aça bilmədik. Biz hazırlayırdıq. Uşaqlar uca bir tərəfdən yeyirdi. Belə qəşəng istirahət oldu bizdə. Mən də keçdim yenə də öz işlərimə. Plisoslayıb. Gördüyünüz kimi kuxna tərtəmizdir. Qaynanam da həmişəki kimi həyatdan tapdı ot, hansı ki yemək olar. Bizdə çoxdan əvvəl biz burada yaşayanda biz 6 ildən çox yaşamışıq burada. Sadəcə məktəbə görə köçmüşük də biz bina evimizə. Çünki məktəb çox uzaqdadır. Ona görə də elə alındı ki biz köçdük. Və burada biz qaynanamla bizdə qəşəng həm güllər var idi, həm razı otlar deyəndə göyərtilər var idi. Olmayan heç bir şey yox idi. Amma şükür Allaha indi də yaxşıdır, tapdı. Dedi, onlardan həm qəşəng belə bir skan eləyə bilərik, həm də çığırtma, kükü kimi bir şey eləyib yeyə bilərik. Dedim, inşallah nəsə eləyərəm də. Bugün üzə hamısı toxdu və sabah baxıb nəsə eləyərəm. Keçdim təmizliyə. Aşağı təmizlədim, gəldim yuxarını da dedim, plisoslayım, bu mənim otağımdır. Yenə də dediyim kimi sizə mütləq çəkəcəm, hansı ki mən təmizlik burada eləyirəm, pəncərələri burada yumalıyam. İnanırsınız, pəncərələri silməliyəm, lüstraları, hər yeri silib süpürməliyəm. Bu sadəcə belə, nətər deyim, verxni təmizlikdir. Uşaqlar öz otaqlarında oynayırdılar. Bina evimizdə olmasa da burada onların öz otaqları var və çox sevirlər bu öz otaqları. O qızların otağıdır. Orada da oluşumunda otaqları var. Mebel eynidir onlarda. Çünki eyni yerdən sifariş vermişdik bura köçəndə. Belə. Buranı da təmizləyib, pul silib, gedirəm istirahət eləməyə. Sağ olun, salamat qalın. İnşallah siz bəyənərsiniz bol-bol, yazarsınız, istəyirsinizsə təmizlik vloqları. Sağ olun, yenə də salamat qalın.